Kızlar, akşam olsaydı makaron kaynadıram. Akşam uşaqlara. Ben de et olacak üstünden karıştıracağım. Çay demledim kızlar. Deməli çayda qəşəng çay demləmişəm, xeyli atmışam içinə, qəşəng. İndi qoyacağım onu demə. Evdə nə varsa ondan edirəm. Başqa yeməkdə pişirəcəm. Kızlar, koyduk bunu. Çox. Kızlar, mən də evdə nə var idisə onu da qatdım. Belə xırda makaron verməşilim də var idi. Makaronum da var idi. Qatdım. Dedim uşaqlar üçün cürə bir makaron pişirim bu günləri. Baxın qoymuşam pişməyə. Pişsin, qaynasın süzüm. İnşallah o yerini göstərəcəm. Bir sizə nə elədimsə onu çəkib bir qısa formada çəkiliş edeyim, səhifədə paylaşacağım. Bir də ki, hekayəyə qızlar çox baxın. Mənim bütün günü çəkilişlərim hekayədə olur. Deməli qızlar, buradan baxılanı da getirik. Xalam qaynadıb. Baxın. Soğan doğramışam qəşəng. Yine doğrayacağım. Hazırdır qızlar. Hazırdır süzürəm. Baxın, belə makaronlar qatmışam içinə. Kızlar, mən makarona ət qatıram. Daha da bunda güzel olur. İndi qatacağım qəşəng. Baxarsınız. Biraz da tomat atıram. Tomat atıb bunu qoyacağım demə. Özüm tutanacağım. Çox tatlı olur kızlar. Babacancıq eləyəndə, qarışdıranda. Kızlar, hazırdır. Biraz da qoyalım demə. Ağzını bağlayıb qoyacağım demə. Bu da hazır. Kızlar, tava köhnə tavalardandır. İlki tavalardan değil. Yani o biləsiniz. Sonra gibi ilki ne tavaydı. İndi var da köhnə tavalardan. Onu gelip koyarsan gazın üstüne ağası. İnşallah bu bölümde kalan gidiyor. Koyacağım, ağartacağım onu. Bunu böyle pişireceğim. O yemeği hazır oldu. Makaron uşaqlarını elədim. Gidelim soğan kovrulsun. Ben soğanı çok sevirəm. Paxlada. Laf yerəm soğan. Burada da qabları yüzü bacır. Burada qabları üstəkan da bacır. Bunu da şişək. Что у нас снялся косово? Biraz yağ azıydı kızlar. Yağ alabilirdim. Bu da hazır. Bir saat kuzu havalı yiyin. Arkada yumurta vuracağım buna.